fərqini sizinlə əsaslandıraq. Gəlin cümləmizi birlikdə yazaq. Ana məktubu oxutdu. Gəlin diqqətlə baxaq. İlk öncə feilimizi tapaq. Bəli, burada oxutdu sözü bizim cümləmizin feilidir. Feili tapdıqdan sonra gəlin ilk öncə feilin növlərini tapanda diqqət eləməli olduğumuz məqam ilk öncə şəkilçini tapmaqdır. Biz də bilirik ki, feilin icbar növünün şəkilçisi və yaxud t şəkilçisidir. Buna əsasən gəlin bu şəkilçini oxutdu sözündə tapmağa çalışaq. Bəli, sözümüzün kökü olacaqdır. Oxu, oxumaq feilindən yarandı. Oxut feili. T burada icbar növünün şəkilçisidir. Lakin daha sonra bizim baxmalı olduğumuz məqam feil icbar növdədirmi? Cümləmiz icbar növünün əlamətini, məzmununu daşıyırmı? Şəkilçi ola bilər. Və lakin əsas məsələ cümlədə icbar növə məxsus əlamət, xüsusiyyət varmı? Gəlin baxaq. Burada baxaq görək. İşi görən başqasıdırmı, yoxsa işi görən özüdürmü? Burada deyir ki, ana məktubu oxutdu. Buradan cümlədən çıxan məzmuna əsasən biz burada görürük ki, işi görən danışan tərəf deyil. Yəni ana deyil. İşi ana görmür. Ana işi kiməsə gördürür, yəni başqasına. Demək ki, buradan çıxardığımız nəticə budur ki, işi başqa tərəf gördüyü üçün, başqasına iş gördürüldüyü üçün, məktub başqasına oxudulduğu üçün məhz bu feilimiz götürülməlidir icbar növdə. Dəqiqliklə icbar növdə. Çünki həm şəkilçi var, t şəkilçisi, həm də işi görən başqasıdır, ana deyil. İndi isə gələk ikinci nümunəyə baxaq. İkinci nümunədə də məhz bu şəkilçini görəcəyik və lakin onda bir məqam var. Gəlin cümləmizi yazaq. Oğlunu məktəbdə oxutdu. Yazaq. Oğlunu məktəbdə biraz səliqəsiz alına bilər və lakin məncə oxumaq mümkündür. Oğlunu diqqətlə nəzərdən keçirək. Oğlunu məktəbdə oxutdu. Oğlunu məktəbdə oxutdu. Gəlin nümunəyə baxaq. Burada feilimizi tapaq. Söhbət məhz oxutdu feilindən gedir. Gəlin burada da şəkilçini ayıraq. Biz burada görürük ki, oxumaq feilindən oxutmaq feili yaranıb. Yəni t şəkilçisini burada da tapa bilirik. İcbar növünün şəkilçisini burada da görürük. Və lakin gəlin şəkilçini tapdıqdan sonra cümləmizin məzmununa baxaq. Çünki ümumiyyətlə sizə məlumat verim ki, feilin növlərini taparkən ilk öncə biz şəkilçiyə baxmalıyıq. Şəkilçiyə baxdıqdan sonra isə mənaya baxmalıyıq ki, həmən mənada növün əlamətini görə bilirikmi? Növün məzmununu görə bilirikmi? Deyir, oğlunu məktəbdə oxutdu. Şəkilçini görürük, rahat bir şəkildə t şəkilçisini tapdıq. İndi gələk cümləyə baxaq. İcbar növünün əlamətidirsə, əgər icbar növdürsə, yəni şəkilçi icbar növdür axı, gördüyümüz budur ki, icbar növünün şəkilçisi var. İcbar növ olsa, işi görən başqa tərəf olacaq. Yəni, başqası görməlidir həmin işi. İşi görən, danışan şəxs yox, başqası olmalıdır. Amma burada görürük ki, oğlunu məktəbdə oxutdurdu. Oğlunu məktəbdə oxutduran işi görən şəxsin özüdür, başqası deyil. İşi görən özüdür oğlunu oxudan. Başqasına oxutdurmur. Özü oğlunu oxutdurur. Yəni, işi görən məhz özüdür. Bu səbəbdən də bu tipli feillərimizdə çox diqqətli olmaq lazımdır və bu tipli feillərdə şəkilçi əlamətini görsək də mənada işi görən öz olduğu üçün məhz götürülməlidir məlum növdə. Məlum növdə götürülməsi mütləq şərtlərimizdən biridir. Bu tipli feillərdə çox diqqətli olmaq lazımdır. İlk öncə şəkilçiyə, daha sonra isə cümlənin bizə verdiyi mənaya diqqətlə baxmaq, nəzərdən keçirmək və məlum və icbar növü qarışdırmamaq gərəkdir. Bu günlük bu qədər.